30 min manat, bəli. 30 min. Verirsən, sənə bir dənə mətbəx və belə olan qaz, işıq, su, tam təmirli həyətinə rahatlıqla maşın daxil olur, evə bax. Tam təmirli. Kombi xətlərinə qədər çəkilib, pəncərələrin qabağı boşdur. Heç bir pəncərəsinin qabağını nəsə tutmur. O bir dənə burada beşəksəli gəlir. Yataq otağına hazır alıb günün sabah köçüb yaşaya bilərsən. Yəni yerinə görə qiyməti çox yaxşıdır. Kanallar hamısı var, mərkəz kanalizasiya var, qapının ağzına qədər asfaltdır. Bir dənə burada böyük yataq otağıdır. Yerləşmə yeri haqqında məlumat verim sizə. Xırdalanda 119-un yolun keçəndən sonra burada da hamam salonzeldir. O da tam təmirdə, aksesuarlar hamısı qoyulub. Heç kimin pəncərəsiz həyəti görmür. Həyət bazası genişdir. Suyun şotçukinə qədər qoyulub. Həyətin rahatlıqdan 2 maşın daxil olur. Ev kürsüsü çoxdur. Prost qabaq tərəfdən dolub deyə kürsü çox da 3 daş bilinir, amma kürsü çoxdur. Yəni qiymətinə görə normal qiymətdir. Dəxt 55 minə 29.900 versin, amma ümumi qiymət düşəcək neçəyə? 65 min manata. Yəni bugünkü gündə Xırdalanda 15 min, 18 min, 25 min hər cürə kreditdən evlərimiz var. Kim də evini satmaq istəyirsə, əlaqə saxlasın, yoluna qoyaq. Sağ olun.